Bir də onu qeyd eləmək istəyirəm ki, mən qardaşımın hal-hazırda evi yoxdur. O ta 50-ci illərdə tikilmiş bizim böyüyüb başa çatdığımız baba ocağında qalır. Hal-hazırda o evdə çox yəni həqiqətən də yararsız hala düşüb. Düzdür, biz xoşbəxtik. Biz deyərkən qardaşım çox çətinliklə də olsa o evdə yaşayır. Amma həqiqətən də indi çox yararsız hala düşüb. İndi imkan yoxdur. O da müəllimdir. Yəni bu 3 övladım böyüdür. İnşallah ki, bu məsələ həll olacaq və mən ona əlimdən gələn köməkliyi eləyəcəm. Burada bu evi bərpa eləyəcəyik, yeni bir ev tikərik. İnşallah onu zaman göstərər. Həqiqətən də nə bilim, mən keçən dəfəki çıxışımda da qeyd elədiyim kimi mən çox istəyərəm ki, bu körpə balaların böyüyüb başa çatacağı bu evi, yəni mən çox üzr istəyirəm, icazənizlə içimdə olan o sözü deyim, gözü doymayan, yəni sən necə bax bu körpələrin, necə bax bu evini əlindən almaq istəyərsən, necə də, yəni sən necə yatırsan gecə ki, bax bu onların evi, qaldığı evi, şəraiti görəsən və o hansı ki imkan eləyə bilmir, bu evi böyütsün, bu evi inşa eləsin, bu gül balaların evini necə əlindən alarsan, yəni sənin gözün doymur, villan var, hər yeri zəbt eləmişsən, villaların var, obyektlərin var. Elə rayonun mərkəzində 3 milyon, 4 milyon dəyərində bir obyektin var. Bu evi necə ürəyivə sığışdırarsan, alarsan axı. Necə? Bax, bu körpənin, bunun baxışlarına bax. Bunun evini necə əlindən almaq istəyərsən? Necə də, necə? Burada axı sən bilirsən, bu ev 90-cı ildə tikilib, 90-cı ildə inşa edilib. Bu prosto atası bu evi, bu uşaqları böyütdüyü üçün bərpa eləyə bilməyib. Necə də bu, yəni sən, mənim atam burada ev tikəndə 90-cı ildə heç bu ərazidə ev yox idi. Bu evin həyəti var, bu evdə bir şərait qurmağa çalışıb eləyə bilməyib. Necə bu evi, bu uşaqların əlindən almaq istəyirsən? Hər şeyi qoyaq bir qırağa, gedib pulla, imkanla, hər yerdə adamın var.